Mümkünsə cavab verərdiniz. İki ruh deyilir ki, insana verilir. Ne zaman ve hansı dövrdə verilir? Qədim Yunan filosofu Ərastu, eşitmişsiniz də, bizim eradan əvvəl 4-cü əsrdə yaşayıb. Onun nəzəriyyəsinə görə insanın vücudunda 2 yox, 3 ruh mövcuddur. Nəbati ruh, heyvani ruh, insani ruh. Nəbati ruh ananın hamiləliyinin 1-ci həftəsi verilir. Hüceyrələr inkişafa başlayanda. Ananın hamiləliyinin 90-cı günü heyvani ruh verilir. Ve ondan sonra da insani ruh verilir ve uşaq pərvəriş tapır. Amma müasir elm ve İslam nəzəriyyəsinə görə insanın vücudunda 2 ruh mövcuddur. Nəfsi naqitə, heyvani ruh, ruhi qüdsi, insani ruh. Nəfsi naqitə ananın hamiləliyinin 22-ci, 25-ci günü verilir. Daxil olur bətininə, ananın bətininə və ürək döyüntüsü, körpənin ürək döyüntüsü başlayır. Demək, ananın hamiləliyinin 22, 25-ci günlərində. Ana hamiləliyinin 120-ci günü ruhi qüdsi daxil olur insanın bədəninə, ana bətininə. İslam nəzəriyyəsi və müasir elm bunu bu cür məsələn buyurur və əlbəttə ki, bunlar hamısı nəzəriyyədir. Yəni bu dəqiq indi 1 gün, 2 gün, 3 gün, 5 gün də ola bilər. Yəni nəzəriyyədir. Yəni dəqiq 120-ci gün ola bilsin, 121-ci gün ola bilər. Məsələn bu cür də var, amma ki kitablarda, elmdə, nəzəriyyədə bu cürdür. Yəni 22-25-ci gün nəfsi naqitə daxil olur. 120-ci gün ruhi qüdsi ana bətininə daxil olur. Növbəti sualımıza baxaq.